yazırlar, kəramət hakimiyyətin adamıdır. Allah kəssin belə hakimiyyət adamı olmaq. Səhərdən ağzıma kimi bu sığın ağzında duraq bəlkə kimsə gəlir kitaba. Azərbaycan cəmiyyətində ümumiyyətlə sistem hamını yerbəyer eləyir. Deyib bu bunun müxalifəti, bu bunun iqtidarı, bu bunun vətəndaş cəmiyyəti hamının nə danışır, ağzını açanda nə danışacağı bəllidir. Mən isə sistemin heç bir yerinə uyğun gələn adam deyiləm. Nə bu tərəfinə uyğun gəlirəm, nə o tərəfinə. Bilmirlər məni hara qoysunlar. Bu ziyalıdır, yadçıdır, siyasətçidir, nədir? Bilmirlər, yer tapa bilmirlər məni qoymağa. Və gözlənilməz adamam onlar üçün, etibarsız adamam. Axı, hamı etibarlı dırnaq arasında, yəni etibarlı adam nətərdir də bunlar üçün? Gərək yəni rəhbərinin ağzına baxasan, o nə danışsa, onu tutuquşu kimi əslində həqiqəti deyən adamlar heç vaxt etibarsız olmurlar. Ona görə mənə şeydir, nə bilim, nala muxa vuran deyirlər. Çünki bunların nalı da bəllidir, mıxı da bəllidir. Hər şey bəllidir deyə məni bilmirlər hara qoysun. Ona görə bunlara gözlənilməz adam. Bax, bir də cəmiyyətdə bir dənə hadisə baş versin, düzdür? Hamı bilir ki, bunun müxalifət dediyi qrup nə yazacaq, hökumət dediyi çevrələr nə yazacaq, hamı bilir də. Amma bilmirlər kəramət nə yazacaq. Düzdür? Doğru. Ona görə də bunları belə hər dəfə bir fikir deyəndə, söz deyəndə, yazsın sözü cəmiyyətə təsir yaradar da. Doğru. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.